Kivinin faydaları ve zararları nelerdir? Bu cür videoların davamını görmək istəyirsinizsə, videonu bəyənin və kanala abunə olun. Ən əsası isə zınqrov düyməsini basmağı unutmayın. Kivi, zəngin vitamin, minerallar tərkibi, bənzərsiz dadı ilə sağlam qidalanma siyahısında xüsusi yer tutur və dünyanın ən sevilən meyvələrindən biri hesab olunur. Bəs bu egzotik meyvə həqiqətən sağlamlığımız üçün nə qədər faydalıdır? Kivinin tərkibi hansı vitamin və minerallar baxımından zəngindir? Kivinin kalorisi arıqlamaq istəyənlər üçün uyğundurmu? Bu videoda kivinin tərkibi, kivinin kalorisi, kivi və ürək-damar sistemi, kivi və qan təzyiqi, eləcə də kivi ilə dadlı və sağlam reseptlər haqqında ətraflı məlumat əldə edəcəksiniz. Ancaq hər meyvə kimi kivinin zərərləri də mövcuddur. Kivi və allergiya, şəkər xəstələri üçün təsiri, turşuluq dərəcəsi, hətta hamiləlik dövründə istifadəsi barədə bilməli olduğumuz məqamlar var. Kivi tərkibində zəngin vitamin və minerallar sayəsində həm immuniteti gücləndirən, həm də sağlam qidalanma üçün vacib olan meyvələrdən biridir. Bu, tropik meyvə təkcə C vitamini ilə deyil, həm də bir çox faydalı elementlərlə zəngindir. Bəs kivi orqanizmə hansı vacib qida maddələrini verir? Kivi tərkibində söyləyəcəyim əsas vitaminləri ehtiva edir. C vitamini, K vitamini, Y vitamini, B9 vitamini, fol turşusu. Bundan əlavə, kivi deyəcəyi minerallar baxımından da zəngindir. Kalium, magnezium, kalsium, fosfor və immun sistemini gücləndirir. Kivi yüksək miqdarda C vitamini və antioksidantlarla zəngin olduğu üçün immun sistemini gücləndirən ən təsirli meyvələrdən biridir. Kivi və C vitamini birlikdə işləyərək bədənin xəstəliklərə qarşı müqavimətini artırır. Bir orta ölçülü kivi gündəlik C vitamini ehtiyacının 90%-dən çoxunu qarşılayır. Kivi və antioksidantlar tərkibindəki flavonoidlər və polifenollar sayəsində bədəndəki sərbəst radikalları neytrallaşdırır və orqanizmin hüceyrə səviyyəsində qorunmasına kömək edir. Meyvələr və immunitet arasında sıx əlaqə var və kivi immunitet gücləndirən meyvələr sırasında ilk yerdədir. Kivi və limon qarışığı immuniteti artırmaq üçün güclü təbii vasitələrdən biridir. Kivinin tərkibi olan fol turşusu Y vitamini və magnezium immun hüceyrələrinin fəaliyyətini artırır. Tədqiqatlar göstərir ki, kivi faydaları arasında virus və bakteriyal infeksiyalara qarşı müqavimətin artırılması mühüm rol oynayır. Həzm sisteminə faydalıdır. Kivi tərkibindəki aktinidin fermenti sayəsində qidaların parçalanmasını asanlaşdırır və həzm sisteminin fəaliyyətini yaxşılaşdırır. Kivi və bağırsaq sağlamlığı arasında əlaqə onun yüksək lif tərkibi ilə bağlıdır. Kivi və lifli qidalar bağırsaq hərəkətlərini tənzimləyərək qəbizlik problemini aradan qaldırır. Xüsusilə şəkər xəstələri üçün kivi təhlükəsiz bir meyvədir, çünki tərkibindəki təbiət lifləri qanda şəkərin tənzimlənməsinə kömək edir. Kivinin kalorisi aşağı olduğu üçün dietik qidalanmada da əhəmiyyətli yer tutur. Kivi və detoks içkiləri hazırlamaq orqanizmin tənzimlənməsinə və həzm sisteminin yenilənməsinə kömək edir. Meyvələrin faydaları arasında kivi həzm sisteminin gücləndirilməsi ilə seçilir. Kivi suyu resepti istifadə edərək bağırsaq florasının balansını qorumaq mümkündür. Ürək və damar sağlamlığını qoruyur. Kivi ürək-damar sistemi üçün vacib olan kalium, magnezium və fol turşusu ilə zəngindir. Kivi və qan təzyiqi arasındakı əlaqə tərkibindəki kaliumun damar divarlarının genişləndirilməsi ilə izah edilir. Kaliumun yetərli səviyyədə olması hipertoniya riskini azaldır və qan təzyiqini stabilləşdirir. Kivi və antioksidantlar biz xolesterolun azalmasına və damar divarlarının elastikliyinin artmasına kömək edir. Kivinin tərkibi olan fol turşusu qanın laxtalanmasını tənzimləyir və infarkt riskini azaldır. Kivi və limon qarışığı qan dövranını yaxşılaşdıran ən təsirli təbii içkilərdən biridir. Kivi idmançılar üçün də çox faydalıdır, çünki məşqdən sonra qan dövranını normallaşdırır.
yuxu keyfiyyətini yaxşılaşdırır. Kivi tərkibindəki serotonin və antioksidantlarla yuxu rejimini tənzimləyən təbii vasitələrdən biridir. Aparılan araşdırmalar göstərir ki, gecə yatmazdan əvvəl kivi yemək yuxuya getmə müddətini azaldır və yuxunun dərinliyini artırır. Kivi və yuxu rejimi arasındakı əlaqə bu meyvənin melatonin istehsalını artırması ilə izah olunur. Kivi və C vitamini yuxu zamanı bədəndə stress səviyyəsini azaldır və sinir sisteminin rahatlanmasına kömək edir. Kivi suyu faydalıdırmı? Sualına cavab olaraq, kivinin suyunu içməkdə rahat yuxuya getməyə kömək edir. Təbii qidalar və xüsusilə meyvələrin faydaları yuxusuzluq problemi yaşayanlar üçün əhəmiyyətlidir. Kivi və dadlı diyeti qidalar həm yüngül, həm də rahat həzm olunan seçimlərdir. Beləliklə, immunitet gücləndikdə bədən daha yaxşı istirahət edə bilir və bu da yuxu keyfiyyətinə müsbət təsir edir. Hamiləlik dövründə faydalıdır. Kivi hamiləlik dövründə həm ana, həm də körpə üçün vacib olan vitamin və minerallarla zəngindir. Kivi və hamiləlik arasında sıx əlaqə var, çünki tərkibindəki fol turşusu dölün inkişafı üçün əsas qida maddələrindən biridir. Kivi və C vitamini hamilə qadınların immun sistemini gücləndirir və infeksiyalara qarşı qoruma təmin edir. Kivi və bağırsaq sağlamlığı arasındakı əlaqə hamiləlik zamanı tez-tez rast gəlinən qəbizlik problemini aradan qaldırmağa kömək edir. Kivi və dəmir çatışmazlığı hamilə qadınlar üçün vacib olan dəmir səviyyəsini tənzimləyərək qan azlığının qarşısını alır. Kivi və dadlı diyeti qidalar hamilə qadınların sağlam qidalanmasına kömək edən ideal meyvə seçimlərindəndir. Kivi suyu resepti təbii vitaminlərlə zəngin olduğu üçün ana və körpə üçün sağlam seçimdir. Beləliklə, hamiləlik dövründə kivi faydaları həm ananın sağlamlığını qorumaq, həm də dölün düzgün inkişafına kömək etmək baxımından çox əhəmiyyətlidir. Asma simptomlarını yüngülləşdirir və tənəffüsü rahatlaşdırır. Kivi tərkibindəki flavonoidlər, C vitamini və antioksidantlar sayəsində tənəffüs yollarını qoruyur və asma simptomlarını yüngülləşdirir. Araşdırmalar göstərir ki, gündəlik kivi istehlakı asma xəstələrində tənəffüs problemlərini azaldır. Kivi və C vitamini ağciyərlərin sağlamlığını qoruyaraq nəfəs yollarında olan iltihablanmanın qarşısını alır. Kivi və antioksidantlar orqanizmdə iltihab əleyhinə təsir göstərir və ağciyərlərin oksigen qəbul etmə qabiliyyətini artırır. Kivi suyu boğaz iltihabını azaldaraq nəfəs yollarını rahatlaşdırır və öskürəyi yüngülləşdirir. Kivi və limon qarışığı nəfəs yollarını açmaq üçün istifadə edilə bilən ən yaxşı təbii vasitələrdən biridir. Həmçinin, kivi və detoks ağciyərlərin oksigenlə daha yaxşı təmin olunmasına kömək edir və tənəffüs yollarını təmizləyir. Kivi və idmançılar idmandan sonra nəfəs darlığının qarşısını almaq üçün kivinin tərkibindəki antioksidantlardan faydalanırlar. Yaraların sağalma müddətini tezləşdirir. Kivi tərkibindəki C vitamini və antioksidantlar sayəsində dərinin yenilənməsini sürətləndirir və yaraların daha tez sağalmasına kömək edir. Kivi və C vitamini kollagen istehsalını artıraraq dəri toxumalarının bərpasını sürətləndirir. Kivi və antioksidantlar hüceyrələri sərbəst radikallardan qoruyaraq iltihabın azalmasına və dərinin daha tez sağalmasına dəstək verir. Kivi və dərinin faydaları onun Y vitamini ilə və flavonoidlər baxımından zəngin olması ilə daha da güclənir. Kivi ilə maska hazırlamaq dəridəki yaraların və qıcıqlanmanın bərpasına kömək edə bilər. Meyvələrin faydaları arasında kivi həm daxili, həm də xarici istifadə dərinin sağlam qalmasına və hüceyrələrin regenerasiyasına dəstək verən qidalar sırasındadır. Kivi və ekzema həssas dəriləri sakitləşdirərək qıcıqlanmanı və qızartıları azalda bilər. Beləliklə, kivi və sağlam qidalanma proqramı yaraların sağalma müddətini qısaltmaq və dərini daha sağlam saxlamaq üçün diyetə daxil edilə bilər. Bu qədər faydası olan kivinin zərərləri də var. Kimlərə olmaz? Kivi ümumilikdə sağlam və faydalı bir meyvə olsa da, bəzi insanlarda müəyyən yan təsirlərə səbəb ola bilər. Xüsusilə kivi və qida allergiyaları problemi olan şəxslər üçün bu meyvə təhlükəli ola bilər. Kivi allergik reaksiyalara səbəb ola bilər. Kivi mədə turşuluğunu artıra bilər. Kivi ağız və dildə qıcıqlanmanı yarada bilər. Kivinin həddindən artıq istehlakı ishala səbəb ola bilər. Kivi bəzi dərmanlarla qarşılıqlı təsir göstərə bilər. Kivi şəkər xəstələri üçün təhlükəli ola bilər. Kivi böyrək xəstələri üçün riskli ola bilər.
Dəyərli izləyicilər, ana təbiətdə bitən hər gül, çiçək, ağac və meyvə min bir dərdin dərmanıdır. Dərman bizim ətrafımızda ola-ola, təəssüf ki, çox vaxt onu əczaxanalarda, apteklərdə axtararaq, bəzən bir bitki uzun illər kütləvi ölüm hallarına səbəb olmuş xəstəliyin çarəsi olur. Elə məhz buna görə də kainatın yaradıcısı olan uca Allahın bizlərə bəxş etdiyi bu gözəl təbiətdən faydalanmağa çalışın. Özünüzə yaxşı baxın. Növbəti videolarımızda görüşənədək Allah amanında. Video sizin üçün lazımlı oldusa bəyənmə düyməsini basın. Kanal sizə maraqlı gəlirsə, hələ də kanala abunə olmamışsınızsa abunə ol düyməsini basa bilərsiniz və zınqrov düyməsini də basın ki, hər dəfə yeni faydalı videolar paylaşanda sizlərə ilk gəlsin və sizlər də bu videolardan yararlanın və təbii ki, əzizlərinizin yaxınlarınızın faydalanmasını istəyirsinizsə, videonu onlarla WhatsAppda, Telegramda və Facebook və digər sosial şəbəkələrdə paylaşa bilərsiniz və onu da deyim ki, şərhləriniz bizlər üçün olduqca vacibdir. Şərhlər yazmağı unutmayın.